Salam dəyərli kanal izləyiciləri, mən Mətanət Nəbiyeva sizlərə çərçivə sənədinə yeni əlavə olunmuş təfəkkür növləri haqqında izah verəcəm. İzahımız slayd üzərindən olacaq. Yaxın günlərdə elektron lövhə üzərindən də izahları izləyə biləcəksiniz. İlk olaraq praktik təfəkkürdən başlayırıq. Əgər yeni tipli izahlarla daha yaxından tanış olmaq istəsəniz, kanalımıza abunə olub bildirimləri açmağı unutmayın ki, yeni izahlar yükləndikdə vaxtında xəbərdar olasınız. Deməli müəllimlər, praktik təfəkkür necə təfəkkür modelidir? Praktik təfəkkür insanın gündəlik həyatda qarşılaşdığı real situasiyaları anlamaq, yəni tətbiq eləməklə bağlıdır. Praktik təfəkkür nəzəriyyəni həyati bacarığa keçirməkdir. Yəni bir var qayda üzərində, kağız üzərində nələrisə əzbər biləsən, bu praktik təfəkkürün yerində olmadığı deməkdir. Amma həmin o kağız üzərində, nəzəriyyə üzərində əzbər bildiyini artıq həyata keçirirsənsə, praktik düşüncə, praktik təfəkkür artıq inkişaf edib deyə bilərik biz. Bundan əlavə, praktik təfəkkür hər hansı real situasiyanı anlamaq, onu vəziyyətə uyğunlaşdırmaq, problemin ən məqsəd yolunu, həll yolunu seçməkdir. Yəni yolların arasından ən məqsəd yönlüsünü, ən uyğununu seçmək praktik təfəkkür adlanır. Praktik təfəkkür dəyişmə, uyğunlaşdırma, təsir etmə bacarığı da deyə bilərik. Yəni şagird yalnız qaydanı bilmir, o qaydanı harda və necə tətbiq edəcəm, harda istifadə edəcəm, necə istifadə edəcəm, bunu anlama bacarığıdır. Praktik təfəkkür haqqında gəlin görək yanaşmalar hansılardır? Bir neçə yanaşmalar var. Birinci, real həyat probleminə əsaslanan tapşırıqlar. Bu nə deməkdir? Yəni deyir şagird abstrakt biliklə, mücərrəd biliklə deyil, konkret situasiya ilə üzləşir və bilikləri artıq tətbiq etməyə məcbur olur. Yəni o real situasiya baş verməsə, əslində, deməli şagird bildiyini tətbiq də edə bilməyəcək. İkinci, nəticə yönümlü fəaliyyətdir. Nəticə yönümlü fəaliyyət tapşırıq yalnız müəyyən cavabla deyil, istifadə oluna bilən bir nəticə ilə tamamlanır. Məsələn, burada biz plandan, sxemdən, tövsiyədən, modeldən istifadə edirik. Yəni nəticəsi olur bizim istifadə etdiyimiz yanaşmanın. Üçüncü, real düşünmədir. Real düşünmə nədir? Real bir resurs olsun, real bir proses olsun. Yəni artıq reallıqda şagird müəyyən qərar verməyi öyrənir. Və sonuncu qərar vermə əsaslandırmadır. Burada artıq şagird belə deyim də prosesin hər yolları içindən ən məqsədə uyğununu seçir ki, hansı məqsədə uyğundur və seçdiyi o qərarın səbəbini izah edir. Yəni artıq qərar verirəm, seçdiyim yollar arasından və əsaslandırdım. Deməli, praktiki təfəkkürü formalaşdıran yanaşmalar hansı oldu? 4. Birinci, real həyati problemə əsaslanan tapşırıq, nəticə yönümlü fəaliyyət, real düşünmə və qərar vermə və həmin qərarı əsaslandırma bacarığı. Praktik təfəkkür özü necə təfəkkür oldu? Nəzəriyyəni həyata tətbiq etmək. Yəni bir növ tətbiq etmə prosedurallıqla bağlıdır. Bir neçə burada nümunələr verilib. Məsələn, deyir, məktəbdə kitabxanadan az istifadə olunub, siniflər üçün qısa maarifləndirici fəaliyyət planı hazırlayıb, neyə bilərik? Onu praktik təfəkkürə çevirə bilərik. Deyir, sinif ekskursiyası üçün 120 və yaxud da ki, məbləği fərqli eləyə bilərsiniz. Büdcə var. Orada həm nəqliyyatı, həm qidalanmanı nəzərə alaraq elə plan hazırla ki, bütün şagirdlər gedə bilsin ekskursiyaya. Sinifdə səs çox yayılır. Səs azaltmaq üçün 2 təklif verə bilərsən ki, məsələn, müəyyən qaydalardan istifadə edə bilərik. Yəni onların hansının effektiv olduğunu izah edirsən ki, bu dediklərimdən hansı daha effektlidir. Eyni zamanda qidalanma ilə bağlı, sağlam qidalanma ilə bağlı müəyyən menyu hazırlaya bilərsən və orada nə üçün bunları seçmişəm, nəyə görə sağlam qidalanmada bunlar faydalıdır seçimini əsaslandıra bilərsən və s. İndi dərsin sonunda bunlarla bağlı bir neçə test sualına da baxarıq müəllimlər. Növbəti bizim təfəkkür modelimiz abstrakt təfəkkürdür. Abstrakt təfəkkür artıq abstrakt sözünü yəqin ki, öncədən eşitmisiniz. Bu mücərrəddir. Abstrakt təfəkkür insanın birbaşa görmədiyi, yəni gözlə və yaxud da ki, əllə toxunmadığı konkret obyektlərlə deyil, anlayışlara, prinsiplərə, qaydalara əsasən düşünmə qabiliyyəti kimi. Yəni məsələn, sən necə havanı görmürsən, amma hiss edirsən.
Necə uğuru görmürsən, amma hiss eləyirsən və yaxud da ki, necə sevgini, necə nifrəti görürük, amma hiss eləyirik. Abstrakt təfəkkür də elədir. Gəlin görək abstrakt təfəkkür təlimdə, təhsildə necə istifadə oluna bilər. Abstrakt təfəkkürü reallaşdırmaq üçün bir neçə yol var. Birinci konseptuallaşdırma və yaxud da ki, konseptuallaşdırma tapşırığı. Konseptuallaşdırma tapşırığı nədir? Yəni artıq şagird bu tapşırıqları icra eləyəndə tapşırığı sadəcə icra eləmək, yerinə yetirmək kimi deyil, onun arxasında nə ideya dayanıb? Yəni mən bu tapşırığı niyə icra edirəm? Mən kurikulumu niyə öyrənirəm? Arxasındakı əsas ideyanı görə bilirik. Məsələn, deyirəm ki, enerji anlayışını həyatdan nümunə ilə mənə izah elə. Düzdürmü? Və yaxud da ki, funksiyanı düstursuz və yaxud da ki, tapşırığı həll eləmədən mənə izah elə ki, görək bunun mahiyyətini şagird anlayıbmı? Vurma cədvəlini əzbər olmadan mənə izah elə. Görək mahiyyəti anlayıbmı? İkinci, simvolizm və yaxud da ki, metafora. Bu nə deməkdir? Simvolizm, metafora abstrakt fikirləri simvol, obraz kimi vizuallaşdırırıq. Məsələn, deyirəm ki, insan bərabərliyi necə bir simvolla təsvir eləyərsən və yaxud da ki, müdrikliyi necə bir simvolla təsvir eləyərsən, ədaləti necə bir simvolla təsvir eləyərsən. Yəni vizuallaşdırma və simvol altına salmadır müəyyən bir anlayışları. Və yaxud da ki, metafor var. Metaforadan istifadə edə bilərik. Ədəbiyyat müəllimləri daha yaxşı bilir bunu. Sonra ümumiləşdirmə bacarığı var. Ümumiləşdirmə bacarığı ayrı-ayrı faktları necə konseptuallaşdırmadakı kimi ümumiləşdirməkdir, anlamaqdır. Yəni bir neçə üsyan baş verir və yaxud da ki, vərəqdə verilib, onların ortaq səbəbi soruşulur. Bir neçə əsər verilib, onların ortaq xüsusiyyəti soruşulur ki, yəni bunlarda ortaq xüsusiyyət nədir? Deməli, abstrakt təfəkkür mücərrəd təfəkkürdür. Abstrakt təfəkkürü formalaşdırmaq üçün konseptuallaşma bacarıqları, simvolizm və metafora, eyni zamanda ümumiləşdirmə bacarığından biz istifadə edə bilərik. Növbəti təfəkkür modelimiz analitik təfəkkür modelidir. Analitik təfəkkür modeli problemi və yaxud da ki, müəyyən mürəkkəb bir məlumatı hissələrə bölüb, həmin hissələr arasındakı əlaqəni qiymətləndirib nəticə və qərar çıxarırsa. Burada təfəkkür modelləri arasında oxşarlıq siz görəcəksiniz. Yəni çünki bütün təfəkkür modelləri bir-biri ilə əlaqəlidir. Deməli, analitik təfəkkür necə oldu? Hissələr arasında əlaqəni qiymətləndirirsən, əsaslandırıb qərar çıxarırsan. Gəlin görək, bəs bunu biz necə həyata keçirə bilərik? Birinci hissələrə ayırma. Hissələrə ayırma hər hansı bir mürəkkəb problem verə bilər. Onu ilk öncə kiçik hissələrə ayırıb, kiçik hissələri həll etməklə böyük problemin öhdəsindən gələ bilərik. Hissələrə ayırmadır. Məsələn, müəyyən bir məsələ verilib, məsələni hissələrə bölür, ən sonunda cavabı alırıq. Və yaxud da ki, mətnin giriş hissəsini, digər hissələrini ayrı-ayrı öyrənmək. İkinci müqayisə qarşılaşdırmadır. Bu nədir? Oxşar fərqli tərəflərini sistemli şəkildə qarşılaşdırırsan ki, bu obrazların hansı oxşar tərəfləri var və yaxud da ki, deyirəm 1-ci, 2-ci Dünya müharibəsinin oxşar fərqli tərəfləri, metaforu, metonimiyanın oxşar fərqli tərəfləri, yəni müqayisədir. Üçüncü səbəb nəticə əlaqəsidir. Yəni hər hansı bir hadisə baş verir, nə ilə nəticələnir? Bunu ardıcıl izah eləyirsən ki, 1-ci Dünya müharibəsi baş verdi, nə ilə nəticələndi? 2-ci Dünya müharibəsi baş verdi, nə ilə nəticələndi? Daha sonra növbəti deyə bilərik sübutla düşünmə. Sübutla düşünmə artıq yəni ortaya bir sübut qoyuruq. Hər hansı bir fikri səsləndiririk. Fikri səsləndirəndə bir fakt və yaxud da ki, müəyyən bir nümunə və yaxud da müəyyən bir mətndən bir parça götürərək fikrini əsaslandırmaqdır. Sübutla düşünmə arqumentlə əsaslandırmadır. Burada biz artıq tənqidi təfəkkürün də gördünüz, bacarığını gördük. Tənqidi təfəkkürün xüsusiyyətini gördük. Məsələn, deyirəm ki, hər hansı bir tarixi məsələni və yaxud da ki, obrazın mövqeyini sübut eləmək üçün, onun haqlı olduğunu sübut eləmək üçün mətndən bir hissə götürdük və neynədik? Sübutla düşündük. Alternativ izahlar. Alternativ izah nədir? Artıq ikinci bir yoldur. Yəni biz bilirik ki, eyni hadisəyə hamı bir baxış bucağından deyil, müxtəlif baxış bucağından yanaşa bilər. Yəni bir problemin bir deyil, bir neçə həll yolu olduğunu nə edirik? Müəyyənləşdiririk. Məsələn, ətrafda çirklənmə var. Hər kəs çirklənmə ilə bağlı müxtəlif yollar, müxtəlif alternativlər irəli sürə
bilər. Sonuncu təfəkkür modelimiz produktiv təfəkkürdür. Produktiv təfəkkür insanın problemin və yaxud da ki, situasiyanın mahiyyətini dərindən artıq anlayır. Dərindən anlayandan sonra onu yenidən qurur. Yeni işlək həll yolu. Məsələn, deyirəm ki, müəyyən bir problem baş verib, o problemi artıq hazır olan yoldan deyil, biraz burada divergentlik də görə bilərsiniz. Yeni bir işlə həll yolu tapıram ki, mən başqa yoldan istifadə edərək o problemi həll edəcəm. Yəni yeni vəziyyətə və yaxud da ki, yeni məsələyə başqa bir prizmadan baxmaq deməkdir. Tutalım ki, ə, gündəlik məişətdən götürək. Biz keks hazırlamalıyıq. Elektrik sobası çalışmır. Burada iki cür düşünmə ola bilər. Produktiv, reproduktiv. Reproduktiv odur ki, yəni taxacam, çıxaracam elektrikə, yenə də işləməyəcək. Produktivi biz konvergent düşünmə kimi görə bilərik də. Yəni təkrarlayacaq nəyisə. Onu problemi həll eləmək üçün başqa bir alternativ fikirləşməyəcək. Amma artıq produktiv yanaşmada fikirləşəcək ki, hə, bəlkə naqildə müəyyən problem var və yaxud da ki, nə bilim, düzgün qurlaşdırmamışam, ümumiyyətlə energiya düzgün qoşulmayıb və sair və sair alternativlər tapacaq. Bu bizim olduğu produktiv təfəkkürümüz. Bir neçə sual nümunəsinə baxaq. Deyirəm ki, birinci, şagird məsələni həll edərkən əvvəl verilənləri ayırır, sonra düstur seçir və sonda nəticəni yoxlayır. Burada görürük ki, sizcə bu hansı təfəkkür modeli olacaq? İlk öncə özünüz fikirləşin. Təbii ki, hissələr arasındakı əlaqəni şagird neyniyir? Qiymətləndirir, ayırır və onlardan nəticə çıxarıb sonda yekun nəticəni yoxlayırsa hissələrə bölüb də neyniyib? Analitik təfəkkür olacaq. İlk öncə mən sualları səsləndirəndə, bunlar sadə sual nümunələrdir. Siz fikirləşin, hansı olar və niyə? Çünki baxın, burada biz artıq müəyyən bir addımı görürük. Müəyyən bir addımdan söhbət getdiyi üçün müəyyən bir baxın, ilk öncə verilənləri ayırır, düsturu seçir, sonda da nəticəni yoxlayır. Yəni parçalayır, təhlil edir. Analitik təfəkkürün də xüsusiyyətlərindən biri nə idi? Parçalamaq, təhlil etmək. Sonra müəllimlər keçirik. İndi bir saniyə qələmi deaktiv edək biz.